Belə bir sual paylaşmışdıq. Seyid Əzim Şirvaninin Qaz və Durna əsərindəki obrazlara aid fikirləri uyğunlaşdırın. Qeyd edim ki, yeni çərçivədə olan, yəni 2026-cı il çərçivəsində olan bütün əsərlərin videoya izahı, təhlili və həmçinin onlara aid onlayn sınaqlar hazırdır, aktivdir. 051 537 90 86 nömrəsinə yazaraq ətraflı məlumat əldə edə bilərsiniz və yaxud da dərslərimizə, sınaqlarımıza qoşulmaq üçün qeydiyyatdan keçə bilərsiniz. Baxaq sualın izahına. Venn diaqramında daha yazmamışıq qaz durna. Aydın şəkildə görünür. Hansı qazdır, hansı durnadır. Deməli, digər obrazın uzun olduğunu deyir. Bunu durna qaza deyir. Deyir ki, qamətindir diraz. Diraz uzun deməkdir. Uzunduraz sözündəki. Deməli, A getməlidir 3-ə. Kişinin bir sənəti tam bilməli olduğunu deyir. Gələn cavablar içərisində səhvlərin çoxu bununla bağlı idi. Bunu götürmüşlər durnaya. Düzdür, əsərdə əsas fikir budur, amma bu durnanın nitqində verilmir. Onlar orada söhbət qutarır, qaz utanır bu əhvalatdan. Sonra müəllif keçir ki, buradan nə anladıq biz? Kişi bir sənəti bilər xalis. Müəllifin nitqində verilir bu. Durna qaza demir. Ona görə biz beyni hara yazmalıyıq? Harasa yazmağa məcbur deyilik. Yəni bu qaza da düz gəlmirsə, turnaya da düz gəlmirsə yazmırıq onu. Məcbur deyil ki, yazaq. B getdi. Əsərdə onun nitqinə yer verilmişdir. Hər ikisinə aiddir. İkisi də danışır. Ona görə C gedir ortaya. Özünü quşların şahı adlandırır. Bu hansına aiddir? Qaza. Deyir ki, bəs mənəm quşların şahı. Deməli, D gedir 1-ə. Özünü maralla, balıqla müqayisə edir. Maralla balıqla müqayisə var idi, amma heç bir obraz özünü müqayisə eləmir. Durna qaza deyir ki, demirsən qaçıram. Maral kimi qaçırsanmı? Demirsən üzürəm. Balıq kimi üzürsənmi? Amma heç bir obraz özünü müqayisə eləmir. Bir obraz başqasını müqayisə edir. E-nin də B kimi bu Venn diaqramında işi yoxdur. Deməli, düzgün cavab 1-ə D, 2-ə C, 3-ə A. Yəni D variantı.